Bu sualda deyir tənliyini həll edin. Gəlin baxaq. Loqaritmanı necə yazıram? Və buradakı loqaritma 4 əsasdanı yazıram 2 üzəri 2 e, x plus 7-in üstün kvadratı. Hələ belə yazıram. Bərabərdir. Loqaritma 8-i yazıram 2 üstü 3. 27-ni də yazıram 3 üstü 3. Plus buradan loqaritma 2 əsasdan 5 olduğu kimi qalır. Sonra nə edirəm? Bax bu hissəyə diqqət eləyin. Loqaritma bu 2 əsasdan olduğu kimi qalır. Sadəcə bu 2, burada olan 2 tərsinə qabağa keçir də. Yəni bura keçəndə 2-də 1 kimi keçir. Yəni burada 2-də 1 keçir. Bax bu 2. Amma burada elə bu 2 olduğu kimi keçir. Yəni 2 olaraq keçir. Bu 2 bura 2 olaraq keçir. Yəni 2 olaraq keçir. Bu da elə bizə 1-i verir də. Yəni bura olduğu kimi qalır. Yəni x plus 7 belə olur. Yəni başa düşdünüz də. Bu 2 bura 2-də 1 keçir. Bu da 2 kimi keçir. Yəni ixtisar gedir. Burada 2 qalır. Burada x plus 7 bərabərdir. Burada da eyni şey. Yəni burada yazaq loqaritma 2 əsas olduğu kimi qalır. 3 3-də 1 keçir. Buradakı da 3 kimi keçir. Yəni o da 1-ə gedir. 2-də 3 qalır. Bu 3 qalır. Üstə gələk loqaritma 2 əsasdan 5 olduğu kimi də qalır. Sonra nə qaldı? Bu 1 loqaritma 2 əsasdan x plus 7 bərabərdir loqaritma. Bunu da gəlin 2 əsasdan yaza bilərik. Əsaslar eynidirsə də və ortada toplamadısa da bu zaman nə edirdik? Loqaritma 2 əsas olduğu kimi qalır. Loqaritma alt ifadələ bir-birinə vurulurdu. Yəni 3-ü 5-ə vururam 15. Sonra da baxıram ki, burada loqaritma 2 əsasdan x plus 7, loqaritma 2 əsasdan 15. Loqaritma 2 əsasdan gedir, qalır x plus 7 bərabərdir 15-ə. X plus 7 bərabərdir 15-ə. Buradan da x bərabərdir 8-ə. Cavabımız da 8.